Orucun çox saylı hikmətləri və faydaları var və bunu təbii ki, az-çox məlumatımız artıq var. Şükürlər olsun ki, və istədim bu barədə bir daha söyləyəsiniz. Əsas onun hikmətləri və faydaları barədə. Buyurun. Mübarək Ramazan ayı Quran-ı Kərimdə adı çəkilmiş yeganə aydır. Yəni heç bir ayın adı Quranda çəkilməyib. Quran-ı Kərimdə qeyd olunur ki, Ramazan ayında Quran nazil olub. Yəni Ramazan ayının üstünlüyü digər aylardan bununla əlaqəlidir ki, Quran-ı Kərim, Allahın bəşəriyyətə son kitabı olan Quran məhz bu ayda nazil olub və bu ayda da oruç tutmaq müsəlmanlara vacib edilib. Quranda Bəqərə surəsində Allah buyurur ki, ey iman gətirənlər, oruç sizdən öncəkilərə vacib buyurulduğu kimi sizlərə də vacib buyuruldu ki, bəlkə təqvalılardan olasınız. Təqvalılar yəni pəhrizkarlardan, günahlardan çəkinənlərdən olasınız. Yəni insan yeganə varlıqdır ki, onun daxilində mübarizə var. Ağlı və istəklər arasında mübarizə var. İnsan mürəkkəb bir varlıqdır və içində olan, daxilində olan o mübarizədə ağıl istəklərə qələbə çalsa insan azad olur. Amma ağlı istəklərin əsarətində olsa insan qula çevrilir. Və Ramazan ayının orucu bu mübarizədə ağlın meyllərə, istəklərə qələbə çalması üçündür. Yəni orucun fəlsəfəsi daxili mənəvi azadlıqdır. Orucun əsas hikməti budur ki, insan özünə qarşı getməyi öyrənir bu ayda. Özünə qarşı getməyi məşq edir və insan özü ilə bacarırsa əgər o kamil insandır. Yəni insan kamilliyinin düsturu məhz özünə yox deməyi bacarmaqdadır və Ramazan ayı bu xüsusiyyəti insanlarda tərbiyələndirir. İnsan ən zəruri ehtiyaclarından imtina edir müəyyən saatlarda və bununla artıq pis işlərdən çəkinir. Sanki belə deyək, təbiət aləmindən bir qədər mənəviyyat aləminə qədəm qoyur, təbiət aləmindən uzaqlaşır və öz ehtiyaclarını yox deməyi bacarır. Ümumiyyətlə, özünə yox deməyi bacaran insanlar böyük insanlardır və oruc bizim mənəvi baxımdan böyüməyimiz üçün əsas fürsətlərdən biridir. Bəli, və eyni zamanda nəfsə qalib gəlmək üçün ən gözəl yollardan biridir.